Mirrahim bəy, törəmizin izindəkilərin arasına xoş gəldiniz. Аралыздар, шақыруыңыздарға алқыш айтам. Toktogulov Mirrahim Toktoguloviç 1988-ci il yanvar ayının birində Qırğızistanda anadan olub. 2010-cu ildə Qırğızistan Dövlət Universitetinin Sosial-Humanitar Elmlər, 2013-cü ildə Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. Əlavə təhsil kimi Qırğızistan Dövlət Universitetinin doktorantura və aspiranturasının, həmçinin Mərkəzi Asiya Mədəniyyət Akademiyasının məzunudur. 2004-cü ildən Ak-Mumkar Kut Cəmiyyətinin üzvüdür. Gənclər arasında tarixin, Qırğız xalqının ənənəvi biliklərinin, adət-ənənələrinin, tətbiqi sənətinin öyrənilməsi, dirçəldilməsi üçün seminarlar, mühazirələr oxuyur. Müxtəlif illərdə Qırğızistanda həyata keçirilən bir sıra layihələrin, o cümlədən Manas El İctimai Hərəkatının Aykül Manas Kutu layihəsinin iştirakçısı kimi Qırğızistanın yaşlı və cavan manasçıları ilə görüşüb, 41 gün ərzində onların narında, Sonkulda söylədikləri dastanların dinləyicisi olub. 2013-2018-ci illərdə Qırğızistanın bir sıra ali məktəblərində müəllim kimi dərs deyən Mirrahim bəy Köçəri Xalqların 1-ci Beynəlxalq Festivalının baş rejissoru, 2-ci Köçəri oyunlarına teatr quruluşu verən quruluşçu rejissor kimi çalışıb. 2017-ci ildən Şerden adlı dizayner studiyasının təsisçi, kreativ direktoru olan qonağımız Burana Fashion Festival, Nomad Fashion Festival kimi beynəlxalq tədbirlərdə sənət direktoru olub. Runa geyim kolleksiyalarının yaradıcısıdır. Qırğızistanın ənənəvi geyimlərinin, sənətinin, musiqisinin dünyada təbliğ olunmasında müstəsna rolu olan Mirrahim Toktogulov Türkiyədə, Özbəkistanda, Monqolistanda, Cənubi Koreyada, həmçinin Fransada, Amerika Birləşmiş Ştatlarında müxtəlif forumlarda, festivallarda iştirak edib. Qırğızistan Respublikası Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin Qırğızistan Prezidenti yanında Dövlət Dili üzrə Milli Komissiyasının mükafatları ilə təltif olunub. Mən bilmək istəyirəm, siz hansı boydansınız, hansı soydansınız? Özünüzü sizi tanımayanlara necə tanıdırsınız? Mən Adıgeni, Barğı nəslindənəm. Alayku vadisində doğulmuşam və Bişkekdə böyümüşəm. Sizin yaşam yolunuza baxanda, sizlə bağlı ilk araşdırmaları eləyəndə çox maraqlı, çox yönlü bir insan qarşımıza çıxdı. Siz həm filosofsuz, həm geyim üzrə rəssamsınız, dizaynersiniz və eyni zamanda geyimlə bağlı tədbirlərin təşkilatçısınız, art kuratorluq edirsiniz. Çox maraqlı, çox yönlü, maraqlı bir insansınız və sizi bu verilişə dəvət edəndə bizə çox maraqlı gəldi ki, siz necə başladınız bu yola? 2004-cü ildə Gənclər Təşkilatına qatıldım. Bu, Axşım Korkut adlı Gənclər Təşkilatı idi. Bu təşkilatın məqsədi gənclər arasında milli özünədərk ideyasını yaymaqdır. O vaxtlar fəlsəfiyə çox maraq göstərirdim, öyrənirdim. Təbii ki, mənim bəzi ilkin fikirlərim, yanaşmalarım da var idi. Anam tətbiqi sənətkarlıqla məşğul idi. O, mifologiyanı yaxşı bilirdi. Bizə nağıllar, əfsanələr danışırdı. Mən də mifologiyaya çox maraq göstərirdim. Özüm də nağıllar danışırdım. Bu baxımdan yəqin ki, hər şey hələ körpə olanda ailədən başlamışdı. Sonra isə yeniyetməlik, gənclik dövrü gəldi. Sevinirəm ki, bu zamanda artıq öz yolumu seçməyə başlayanda mənimlə eyni dəyərləri bölüşən gənclərlə eyni mühitə düşdüm. O vaxtlar bunu əlbəttə ki, tam dəqiq anlamırdım, qiymətləndirə bilmirdim. Ancaq içimdə bir his var idi. O his mənim öz mədəniyyətimə, öz xalqımın, soyumun tarixinə, keçmişimə, adət-ənənələrə, fəlsəfəsinə vurğunluq idi. Bu hisslə universitetə daxil oldum və fəlsəfə üzrə oxudum. Mən Milli Universitetin Fəlsəfə və Elm Metodologiyası kafedrasında təhsilimi başa vurmuşam. Universitet illərində qırğızların və ümumən köçərlilərin fəlsəfəsini daha dərindən araşdırmağa başladım.
Sonra isə öz dünya görüşümüzü, qırğızların, köçərlərin dünya görüşünü, fəlsəfəsini qərb və şərqdəki digər ruhani praktikaların, dünya görüşlərinin xüsusiyyətləri ilə müqayisəli şəkildə analiz eləməyə başladım. Beləliklə, yavaş-yavaş bu yolla irəlilədim. Daha sonra dünya görüşüm formalaşdıqca bizim təşkilatımızda da çox maraqlı insanlarla tanış oldum. Tarixçilər, psixoloqlarla görüşdüm və o zaman mən hara getməli, nə ilə məşğul olduğumu daha dərindən anladım. Və fəlsəfə üzrə dərs dediyim zamanlardan başlayaraq paralel öz yaradıcılığım ilə məşğul oldum. Dizayner kimi 2013-cü ildə ilk kolleksiyamı təqdim elədim. Amma markamızın rəsmi təqdimatı 2019-cu ildə oldu. Və mən geyim dizaynı, geyim üslubu ilə məşğul olmağa başladım. Əsas məqsədimiz isə mədəniyyətimizi formalar, obrazlar və geyimlər vasitəsilə göstərmək idi. Через формы, через образы и через костюмы. Mirrəhim bəy, belə bir Mövlananın yanlış xatırlamıramsa belə bir sözü var. Olduğun kimi görün, göründüyü kimi ol. Yəni insanın görkəmi, insanın geyindiyi hər şey onun haqqında ətrafa bir bilgi verir. Onun iç dünyasından xəbər verir, düşüncələrindən xəbər verir, həyatda tutmaq istədiyi yerdən xəbər verir, yolundan xəbər verir. Bugün türk dünyasına baxanda hər bir türkün əslində bir özünə dönməyi lazımdır. Bizim Bilgək Kağanın bir sözü vardı. Ey türk titrə özünə dön, sən özünə dönəndə böyük olursan. Yəni bizim özümüzə dönməyimiz üçün özümüz kimi geyinməyimiz və özümüz kimi görünməyimiz lazımdır ki, özümüzü anlayaq. Bax bu son vaxtlar etno fashion çox dəbdədir və biz bunu görürük ki, yavaş-yavaş gənclər Avropa geyimlərindən uzaqlaşıb daha çox öz geyimlərinə qayıdırlar. Amma bunu biz muzeydəki kimi, o illər bundan öncəki kimi eləyə bilmək, amma daha bunu çağdaşlaşmalı. Etno fashionın irəliləməsi üçün, genişlənməsi üçün sizcə hansı addımlar atılmalıdır? Nələr, hansı işlər aparılmalıdır? Bunu türk dünyasına yaymaq üçün nələr etməliyik? Такой философский даже. Я согласен. Tamamilə razıyam sizinlə. Geyim bizim haqqımızda çox şey deyir. Necə geyindiyimiz, hansı geyimi seçdiyimiz, hətta hansı rəngi seçdiyimiz sizin barənizdə məlumat verir. Rəng psixologiyası anlayışı var. Biz geyim vasitəsilə öz daxili dünyamızı, hal-hazırki əhvalımızı, emosional vəziyyətimizi belə başqalarına ötürə bilirik. Və müəyyən bir geyim geyindikdə, həmin geyim özü belə onu geyinən insanın davranışına təsir eləyir, necə hərəkət eləməli olduğumuzu dikt eləyir. Öz şəxsi təcrübəmdən deyə bilərəm ki, mən qalpaq taxanda qalpağın dəyərlərinə, qalpağın fəlsəfəsinə uyğun olaraq ciddi, məsuliyyətli davranmağa başlayıram. Qalpaq taxmadıqda isə daha fərqli, daha rahat, daha sərbəst oluram. Mən demirəm ki, ənənəvi geyim insanın azadlığını məhdudlaşdırır. Burada daha çox irsə, böyük mədəniyyətə qarşı məsuliyyət var. Və bizim məqsədimiz də məhz geyim vasitəsilə, aksesuarlar, formalar vasitəsilə özümüzü belə qədim, doğma mədəniyyətin nümayəndəsi olaraq təqdim etməkdir. Və mən qeyd eləmək istəyirəm ki, mənim üçün yaradıcılıq və ya moda yalnız moda üçün, sadəcə modanın özü üçün və ya sadəcə yaradıcılıq üçün deyil. Bu, ən çox bir insan, bir şəxsiyyət olaraq özümü tanımaq və özümü qədim və doğma mədəniyyətin, Qırğız mədəniyyətinin nümayəndəsi olaraq anlamaq üçündür. Və mən hesab edirəm ki, biz ənənəvi mədəniyyət elementləri ilə işləyərkən özümüzü dərk eləməyə, özümüzü anlamağa doğru addım atırıq. Əvvəlcə şəxsiyyət olaraq, sonra müəyyən bir mədəniyyətin nümayəndəsi olaraq özümüzü dərk eləməyə başlayırıq. Özünü anlamaq, sonra mədəniyyətini qəbul eləmək və onu fəxrlə, sevgi ilə daşımaq lazım olduğunu düşünürəm. Dil, geyim, hətta davranış baxımından da bu belədir. Bunun üçün də biz mədəni və maarifləndirici layihələr haqqında daha çox düşünməliyik. İşimi misal göstərərək demək istəyirəm ki, keçən ilin avqustunda biz Qırğızistanda etnodizaynin inkişafı üzrə layihəmizin iştirakçıları ilə maraqlı bir sərgi keçirdik. UNESCO ilə birgə müsabiqə əsasında yaradıcılıq peşələrini öyrənən müxtəlif universitetlərin tələbələri arasından iştirakçılar seçdik. Bunlar keramikaçılar, geyim dizaynerləri, parça sənətçiləri idi. Biz onları topladıq, onlara təlim verdik. Özbəkistana getdik. Orada naxışçılar, keramikaçılar və toxucularla ustad dərsləri keçdik.
Özbəkistandan sonra onlara xüsusi hazırlanmış qırğız naxışlarının fəlsəfəsi, petroqliflər, qədim qırğız yazısı, boz üy, yurt fəlsəfəsi kimi maraqlı mövzularda silsilə seminarlar keçirdik. Bütün bunlar onlara baza bilikləri vermək üçün idi. Hazırda Qırğızstanda irs və ənənəvi mədəniyyət elementləri ilə naxışlar, formalar, ənənəvi geyim kəsimi ilə işləmək çox aktualdır və dəbdədir. Ancaq çox vaxt insanlar nə ilə məşğul olduqlarını və ya hansı materiallarla işlədiklərini sonadək anlamırlar. Buna görə də yanlış təsirlər və yanlış interpretasiyalar yaranır. Bizim layihəmizin məqsədi düzgün anlayış, düzgün bilik vermək idi ki, gələcəkdə onlar səhv eləməsinlər və irsə, mədəniyyətə qarşı məsuliyyət hissi duysunlar. Çünki bu, bizim bugün yaratdığımız nəsə deyil. Bu, əcdadlarımızın minillik tarixidir. Və bunu sadəcə elə-belə götürüb tarixindən, kökündən ayrı, harda gəldi, necə gəldi istifadə eləyə bilməzsən. Чтобы ребята понимали ответственность перед наследием. Mirrəhim bəy, baxın, siz daha çox gənclərin sevdiyi yönlərdə çalışırsınız. Bu, özünüzdə vurğuluyorsunuz ki, musiqi sahəsində də proyektləriniz var, işləriniz var, geyim sahəsində də işlər görürsünüz. Və mən çox rastlaşmışam ki, bir çox geyim, moda sahəsində çalışanların bir çoxu, musiqi sahəsində bir çoxu daha çox üzlərini batıya çeviriblər. Ya öz ölkələrinə və batıya çeviriblər. Yəni, bazar olaraq, bir hədəf auditoriyası olaraq batını götürüblər. Avropanı, Amerikanı. Amma burada bir Türk dövlətlərinin bir birliyi var və burada bir bazar formalaşır, bir auditoriya formalaşır, bəlli bir güc formalaşır. Yəni 300-400 milyona yaxın bir müştəri auditoriyasından danışırıq, bir bazarından danışırıq. Nədənsə məsəl üçün siz daha çox, yəni siz deyərkən modaçıları nəzərdə tuturam, Avropaya daha çox hədəfləyib. Halbuki məsələn Türk dünyasına hədəflənsə, məsəl üçün Türkiyəyə, Azərbaycana, digər məsəl üçün o tərəflərə də hədəflənsə, sizcə daha yaxşı olmazmı? Məsəl üçün bu etnofashionı, Türk birliyinin özünün bir industriyasını, moda industriyasını qurmaq daha asan olmazmı? Məsələn Türk fashionunun, Türk dəbinin dünyaya tanıdılmasına, əvvəlcə bu iç bazarı yaxalayıb daha sonra dünyaya çıxmaq daha doğru olmazmı? Я могу сказать на примере Кыргызстана. Mən məsələn Qırğızstandan danışa bilərəm. Bizim mədəniyyətlərin birləşdirilməsi ilə bağlı hansı addımlar və ya tədbirlər görülür. Özüm maraqlı bir layihənin art direktoru olmuşam. Nomad Fashion Festival. Bu festival 2020-ci ildən başlayaraq ardıcıl olaraq təşkil edilirdi. Bu böyük festivalda bizim və yaxın xalqların ənənəvi geyimlər nümayiş etdirilirdi. Mən bunu demək istəyirəm ki, xalqlarımızı birləşdirmək, körpülər qurmaq və birlikdə işləmək üçün belə beynəlxalq layihələr lazımdır. Bu təşəbbüs Qırğızstandan gəlmişdi və biz bunu çox fəal şəkildə keçirirdik. Azərbaycan, Türkiyə və digər qardaş xalqlardan da iştirakçılar var idi. Həmçinin Başqırğızstandan da bizim dostlarımız, həmkarlarımız, dizaynerlər, rəssamlar gəlmişdilər. İndi biz maraqlı bir layihə üzərində işləməyə başladıq. Bu xüsusi layihə tətbiqi incəsənət və moda ilə bağlıdır. Ümid edirəm ki, bu layihəni həyata keçirə biləcəyik və xalqlarımızı, mədəniyyətlərimizi moda, geyimlər vasitəsilə tanınmağa və yaxınlaşdırmağa çalışacağıq. Через моду, через призму моду, костюмов. Geyimin bir yönü də var ki, bu da sağlamlıqdır. Bugün mən bilirəm ki, siz hazırladığınız geyimləri daha çox özəl hazırlanmış parçalardan hazırlayırsınız. O parçalardan ki, onlar sağlıqlıdır, onların kimyəvi qarışığı yoxdur, əl işidir. Və biz bəzən bu tez dəb deyə bir anlayış var. Çox keyfiyyətsiz materiallardan geyimlər tikilir, hətta iç geyimləri tikilir. Və biz öz bədənimizə yapışan, dərimizə yapışan çox kimyəvi qarışığı olan parçalardan geyimlər ucuzdur deyə alırıq, çoxlu geyinirik və bundan özümüzə nə qədər zərər verdiyimizin fərqində belə deyilik. Yəni, məncə geyimi seçərkən sanki onun sağlıqlı olmasına çox az fikir veririk. Biz necə eləyə bilərik ki, geyimin sağlıq üçün də önəmli olduğunu, yəni geyim mədəniyyətinin, geyim elmini biz uşaqlıqdan balalarımıza öyrədək ki, onlar bax bu sintetik, kimyəvi geyimləri, müxtəlif geyimləri geyib öz sağlıqlarını təhlükəyə atmasınlar.
daha ucuz olsunmu deyə, daha əlçatan olsunmu deyə mi baş verir bu? Yəni siz bununla bağlı düşüncələriniz nədir? Да, как вы отметили, именно в моем случае... Bəli, dediyiniz kimi bizdə yalnız təbii parçalardan istifadə etmək prinsipialdır. Əsasən orqanik pambıqdan əl işləri olan parçalarla işləyirik ki, bu da bizim üçün vacibdir. Biz əgər özümüz parçaları və ya iplikləri boyayırıqsa, təbii boyalar istifadə etməyə çalışırıq. Bəli, bu sağlamlığımız üçün çox vacibdir. Və yalnız fiziki deyil, psixoloji sağlamlıq üçün də vacibdir. Lakin anlamalıyıq ki, bir çox təbii materiallar da tükənəcək. Onları sadəcə əkməyə yer olmayacaq. Pambıq, kətan və digər təbii materialları nəzərdə tuturam. İndi böyük problem orqanik pambığın necə əkilməsi ilə bağlıdır. Pambıq əkmək, onu yetişdirmək, toplamaq, emal eləmək, boyamaq üçün böyük resurslar sərf olunur. Biz razılığa gəlməli və elə süni sintez texnologiyaları inkişaf etdirməliyik ki, bu texnologiyalarla alınan süni liflər insan orqanizminə zərər verməsin. Sintetik liflər, sintetik parçalar polyester elmin zirvəsidir. Bu, bir elmi kəşfdir. Biz onları rədd etməməliyik. Anlamalıyıq ki, bir gün polyester, sintetik materiallar və ya kimyəvi yollarla inkişaf etdirilmiş digər materiallardan və liflərdən hazırlanmış geyimlərə ciddi ehtiyacımız olacaq. Bunu unutmamalıyıq. Biz bir gün bu məsələyə də gəlib çıxacağıq. Ancaq bunun üçün indi biz yalnız özümüz üçün, bədənimiz və psixoloji sağlamlığımız üçün deyil, təbiət, ekologiya və yer kürəsi üçün də zərəri minimuma endirməyə çalışmalı və bu tələbə cavab verən texnologiyalar yaratmalıyıq. Burada mübahisəli, həssas bir məsələ var. Bunu müzakirə eləmək lazımdır. Sürətli moda məsələsinə gəldikdə isə Qırğızstanda indi mən və həmkarlarım dayanıqlı, davamlı moda, davamlı dəb anlamında bir konsepsiya üzərində çalışırıq və onu təbliğ edirik. Sustainable fashion, davamlı moda konsepsiyasını qırğız dilinə tərcümə edirik. Qırğız dilinə tərcümə elədik və qırğız dəbinə uyğunlaşdırdıq. Sustainable fashion konsepsiyasını mədəniyyətimiz prizmasından hazırladıq və indi bu ideyanı təbliğ edirik ki, hər yeni mövsümdə yeni geyim almaq vacib deyil. Bu da bir dəyərdir, bu da bir tərbiyədir. Hər anlayışlı insan bunu başa düşməli və yanaşmanı qəbul edərək öz uşaqlarını ötürməli və ətrafına da bu şəkildə təsir eləməlidir. Bilirsiniz, bu yanaşmanı başa düşən insanlar hazırda çox azdır. Təkcə bizdə deyil, hər yerdə azdır. Öz ənənələrinə söykənən və ekoloji yönümlü modanı başa düşmək sonda bir mədəniyyətə çevrilməlidir. Это должно быть такой целой, я не знаю, целой политикой или культурой. Deməli, insanların həyatında çox özəl günlər var. Bu özəl günlər toy ola bilər, bu özəl günlər uşağın ad günü ola bilər ya da hansısa bir daha bir dini ritual günü ola bilər. Yəni bir mərasim, ritualik geyimlər ola bilər. Biz bir çox vaxtı məsəl üçün toy geyimlərini belə batıdan alırıq. Bir smoking geyinir, bir gəlinlik geyinir və biz toylarımızda daha çox batıdan bizə verilən mərasim geyimlərini geyinirik. Ən azından öz ritual geyimlərimiz, mən bilirəm ki, Türkistanda daha çox gələnəksel geyimlərə fikir verirlər, amma məsəl üçün Azərbaycanda da, Türkiyədə də çox ənənəvi gələnəksel geyimlərə çox fikir vermirlər. Biz ümumi türklər üçün mərasim geyimlərini bir kolleksiyasını hazırlaya bilərikmi? Bu bütün türklərə aid olsun. Именно общий, мне сложно сказать. Müəyyən bir vahid obraz, vahid forma və ya vizual görkəm barədə fikir söyləmək mənim üçün çox çətindir. Ancaq ümumi üslubu, ümumi kəsimi və ya müəyyən elementləri əsas götürmək olar. Elə universal elementlər ki, həm bizdə, həm də sizdə işləsin. Bizim ənənəvi kəsimlərimiz, tikiş texnikalarımız əsasında ümumi bir kəsim, tikiş metodu hazırlamaq mümkündür. Yalnız bizim həmkarlarımızın ümumi istəyi olmalıdır. Biz bu istəyə həmişə açığıq. Bizim Nomad Fashion festivalımız da məhz buna yönəlmişdi. Festivalı keçirərkən biz yalnız moda, dəb şousunun nümayişi ilə məhdudlaşmırıq. Bizim elmi tərkib hissəmiz də var. Biz məhz geyim, aksesuarlar və tekstura ilə bağlı mütəxəssislərin çıxış elədiyi bir dəyirmi masa keçirmişdik. Qazaxıstandan, Türkiyədən mütəxəssislər çıxış eləyirdi. Və düşünürəm ki, hər ölkədən lazımi mütəxəssisləri toplayaraq belə tədbirləri daha aktiv və tez-tez keçirə bilərik. Vahid forma məsələsinə gəldikdə isə, bəli, düşünürəm ki, onu hazırlamaq olar. Biz hazırda düşünürük ki, artıq bu geyim və tekstil layihəsini başlatmaq üçün ideya yetişib.
Orada ayrıca bir elmi istiqamət də olacaq. Ya bu, əlbəttə, həyata keçirilə bilər. Bu mümkündür və biz məmnuniyyətlə bu işlə məşğul olardıq. И с удовольствием мы бы делали это. Qərbin moda industriyasının arxasında böyük bir media gücü dayanıb. Yəni Fashion TV, moda jurnalları çoxlu, arxasında moda blokları, moda saytları. Yəni Qərb mediası modanı çox dünyaya satmaq üçün dünyanı böyük bir bazar kimi görür. Kinosunda, ondan sonra moda televiziyalarında hər yerdən öz dəbini, öz modasını bütün dünyaya yayır və oranı bir bazar kimi görür. Sizcə bizim də bax bu öz Türk dünyasının da öz moda industriyasını yaratmaq üçün bizim də ortaq bir moda telekanalı açmağımıza və bizim tasarımcıları, modaçıları tanıtmağımıza, bir-biri ilə dostlaşmağına eləmək üçün sizcə bax bu hansı addımlar atılmalı? Siz indi getmişsiniz Qərbin moda industriyasını bilirsiniz. Onun arxasında duran gücü, infrastrukturu necə qurmaq lazım? Bunun üçün hansı addımlar atılmalıdır sizcə? То, что мы с вами сейчас обсуждаем, да, это, наверное, вот первые... Bizim indi müzakirə elədiyimiz mövzu bəlkə də birləşmək, ortaq nəsə yaratmaq üçün atılmış ilk addımlardır. Siz verdiyiniz ideyanı mən dəstəkləyirəm. İndi sadəcə bütün bu ənənəvi mədəniyyətin bir layihə çərçivəsində birləşdirilməsi məsələsini necə həyata keçirmək lazımdır, bax, bunu düşünməliyik. Bir texniki məqamı qeyd eləmək istəyirəm ki, bazarı dərhal moda ilə doldurmaq və uğur gözləmək çox çətindir. Bizim nümunəmizdə olduğu kimi ideyanı mədəniyyət vasitəsilə ötürmək üçün biz musiqi, teatr və muzeyləri də daxil eləməliyik. İndiki zamanda özünüz də yaxşı bilirsiniz ki, insanlar diqqət üçün mübarizə aparırlar. Kobud desək, öz auditoriyasının və ya müştərilərinin diqqətini çəkmək uğrunda mübarizə aparırlar. Siz artıq maksimum 10 saniyədə o məlumatı və ya ideyanı auditoriyanıza çatdırmalısınız. Bizim ideyalarımız, mesajımız indi sadəcə moda ilə məhdudlaşır. Düşünürəm ki, bu belə olmamalıdır. Birləşdirmək lazımdır. Günümüzdə belə bir trend söz var. Kollaborasiya etmək. Kollaborasiya etmək, əməkdaşlıq etmək, birgə işləmək deməkdir. Məsələn, Azərbaycanlı musiqiçilərlə və ya Azərbaycandakı Xalça muzeyi ilə əməkdaşlıq eləmək olar. Bununla bağlı bizim çoxlu ideyalarımız var. Həmin Xalça muzeyinə getmək mənim ən böyük arzumdur. Oradan geyimlərdə istifadə oluna biləcək maraqlı naxışları götürmək olar. Bunu eləmək mümkündür. Və bu zaman iş təkcə moda vasitəsilə ideyanı ötürməyə çalışmaqdan ibarət deyil. İşləri birləşdirmək, əlaqələndirmək lazımdır. Onları multijanrlı etmək, modanı, musiqini və başqa sahələri birləşdirmək, əlaqəli şəkildə işlətmək lazımdır. Çünki moda formadır, vizualdır. Moda ilə izləyicini virtual olaraq cəlb edə bilərsən. Amma biz izləyicimizin daha çox duyğu orqanı vasitəsilə cəlb edə bilmək üçün həm vizual olaraq, həm də simvollarla, həm musiqi, həm kino ilə bunu eləməliyik. Qeyd edeyim ki, biz həm fashion filmlər, bədii moda filmləri çəkirik. Я поделюсь с вами, что у нас есть, какие материалы. Siz həm də filosofsuz və türklərin dünya görüşündə belə bir qavram var, törə. Törə qırğızlarda daha çox böyüyə, ağsaqqala, üstün adama deyilir, amma türk düşüncəsində fəlsəfə, ideologiya, etika, estetika, ondan sonra hüquq, bunların hamısı törənin içində toplanıb. Mənə maraqlı bir filosof kimi sizin türk törəsini necə görürsünüz? Hansı prinsiplər içərisində görürsünüz? Biz sanki törədən uzaqlaşdıqca bir-birimizdən uzaqlaşmışıq. Törə bizim sanki bizi birləşdirəcək bir dəyərlər toplusudur. Biz hər birimizin bir dəyər yaradıcısıdır. Sizin törə ilə bağlı bir filosof kimi düşüncəniz nədir? Siz buna necə yanaşırsınız? Я думаю, это состояние, когда ты принимаешь людей. Mən düşünürəm ki, bu insanları olduğu kimi qəbul eləmək halıdır. Yəni insanın əsas keyfiyyətlərini qəbul eləmək. Və mən hesab edirəm ki, müşahidə etdiyimə görə bizim əcdadlarımızda xüsusi keyfiyyət var idi. Olduğu kimi qəbul eləmək bacarığı. Qəbul eləmək və ya təvəzzökarlıq mənəvi keyfiyyətlərdir. Əgər bu məsələyə mənəviyyat və fəlsəfə prizmasından yanaşsaq, əsas dəyərlər mənim anlamımda qəbul eləmək və təvəzzökarlıqdır. Təvəzzökarlığın əsasında isə vəziyyəti,
insanları, mədəniyyətləri qəbul eləmək dayanır. Biz bu keyfiyyəti bu gün də uşaqlarımıza, ətrafımıza ötürməliyik. Həmçinin qənaətcil olmaq lazımdır. Qənaətcil olmaq ekologiya, planetimizə münasibətlə bağlıdır. Axı biz hamımız ənənəvi mədəniyyətə malikik. Ənənəvi mədəniyyətlərdə məişət əşyaları yalnız özünün birbaşa funksiyasını yerinə yetirmirdi. Onların eyni zamanda sakral mənası, sakral funksiyası da var idi. Bugün biz özümüzü və övladlarımızı məhz bu ruhda tərbiyə eləməliyik ki, dünyada hər şey ruhla doludur. Bizim əcdadlarımız bunu yaxşı anlayır və bu düşüncə ilə yaşayırdılar. Bu, harmoniyanın əsasını təşkil edir. Cəmiyyətlə və təbiətlə harmoniya. Mən düşünürəm ki, bunlar insanın əsas keyfiyyətləri və hallarındandır. Özünlə harmoniyada yaşamaq, təbiətlə harmoniyada yaşamaq, özünü qəbul eləmək. Bu, dünya qədər qədimdir. Lakin bugün heç vaxt olmadığı qədər aktualdır. Məhz insanın özünü, təbiəti, insanları qəbul eləməsi vacibdir. Xalq var, mədəniyyət var, yaradan var, təbiət var. Buna görə də yalnız insanlara, heyvanlara, bitkilərə deyil, ümumiyyətlə varlığın özünə qarşı da qənaətçil və ruhani münasibət göstərilməlidir. Hər yerdə və hər şeydə yaradanın ruhunun mövcudluğunu anlamaq lazımdır. Bu, təkcə bizim xalqların törəsi olmamalıdır. Bu, ümumiyyətlə hər kəsin törəsi olmalıdır. Axı bu, insanın ilkin dəyərləridir. Mən düşünürəm ki, biz buna qayıtmalıyıq. Ola bilsin ki, bəziləri bunu utopiya kimi qəbul edir, amma hazırda bizim başqa seçimimiz yoxdur. Как утопию, но у нас другого выбора нет сейчас. Mirrəhim bəy, çox xoş oldu sizinlə danışmaq, çox maraqlı bir söhbətimiz alındı və çox sağ olun ki, gəldiniz, vaxtınızı ayırdınız. То, что вы уже Sizin в artıq Qırğızstane- Qırğızstanda olmağınız, bu niyyətlə xalqlarımızı, qardaş xalqları birləşdirmək arzusu ilə gəlməyiniz məni çox sevindirir. Bizim istəklərimiz, niyyətlərimiz tamamilə üst-üstə düşür. Eyni məqsədə xidmət eləyir və bu məni çox məmnun eləyir. Mən bunu bir işarə kimi qəbul elədim. Doğru yolda olduğumuza, fəaliyyətimizi daha da inkişaf etdirməli, səylərimizi daha da gücləndirməli olduğumuza bir işarədir bu. Bu, mənim üçün çox yaxşı bir əlamət oldu. Sizin səsləndirdiyiniz fikirlər istər moda, istər televiziya kanalları ilə bağlı bütün bunları reallaşdırmaq mümkündür. Düşünürəm ki, bizim tanışlığımız bu yolda atılan ilk addımlardandır. Və məni sevindirən odur ki, təkcə mədəni sahədə deyil, ümumi insani dəyərlər baxımından da niyyətlərimiz, ideyalarımız və səylərimiz üst-üstə düşür. Buna görə də çox şadam. Sizə və komandanıza dərin təşəkkürümü bildirirəm. Özünüzü qoruyun və yenə də deyirəm, tanışlığımıza çox məmnunam. Özünüzü yaxşı qaraqla, берегите себя и очень рад знакомству. Çox sağ olun. Bizə də çox xoş oldu sizin kimi maraqlı bir insanla tanış olmaq, danışmaq. Sizə Azərbaycandan kiçik bir hədiyyəmiz var, belə bir papaq hədiyyəmiz var. Rəhmət, sağ olun. Bunu bizdə saxlayın özünüzə, bizi xatırlayarsınız. Törənizində yaradıcı birliyindən sizə armağan eləyirik. Siz də var olun, vaxt ayırdınız. Çox sağ olun. Teşekkürler. Алкаш для меня это очень ценно, тем более головной убор. Рахмат, спасибо большое, благодарю.